Cinsəllik deyəndə insanlar çox vaxt yalnız fiziki tərəfi düşünür. Bəs psixoloji sağlamlıq baxımından cinsəllik nə qədər vacibdir? Psixolojik sağlamlıqlarına çox təsir eləyir. Vaginizm nədir? Bu problemi yaşayan qadınlara necə dəstək olmaq lazımdır? Qadın evlənmədiyində və yaxud da cinsəl həyatı olmadığında əsəbi olur. Cəmiyyətdə cinsəlliklə bağlı mövcud olan utanc hissi. İlk toy gecəsi qadınlar üçün qorxuludur, kişilər üçün həyəcan vericidir. Tabu və qadağalar insanların münasibətlərinə necə təsir eləyir? Cinsəl partnyorlarının sayını deyəndə vur 2, vur 3 deyirlər. Qadınlar isə cinsəl partnyorların sayını deyəndə böl 2, böl 3 deyirlər. Seksual travmaların həll olunması mümkündürmü? Sanki sadəcə öpür, qucaqlayır kimi bir şey kimi başlayır. Bu qədər kişi aldadırsa, demək ki, bu qədər də qadın aldadır. Bu və digər suallara cavabı 7 may saat 19-da uzman psixiatr Azər Bağırovla cavab tapacaqsınız.